Qardaş, evimiz bax tam ortadadır, modern stildədir, 3 mərtəbədir. Yuxarısı teras. 8 sotun içində gəl. Deməli, burada sağ tərəfdə avtomobil saxlamaq üçün qarajdır. Çək görsən. Keç, ürəkli ol, ürəkli ol. Keç, çək, hə, bəs salam. Qayıt abra. Burası sanuzeldir. Gəl. Evimiz şəxsi tikili evdir. Yəni satmaq məqsədi ilə tikilməyibdir. Bahalı materiallardan istifadə olunub. 4 yataq otağı, nə bilim 5 dənə sanuzel, görüntü yuxarıdan dəniz görsənir. Daşma hovuzumuz. Qiymətimiz 877 mindir. Real alıcıya təbii ki indirim olacaq. Hə. Tam Kruqavoy hamısı müşahidə kamerasıdır. Hovuzumuzun ölçüləri ilə uzunluğu hardasa bir 12 metrdir. Yəni çək bax burada lejanka qoymaq üçün belə yerlər var. Burada istirahət zonasıdır. Bir mətbəximiz bax buradadır. Bir də xatırladıram, bahalı materiallardan istifadə olunur. Gəl. Bu ikinci mətbəximizdir. Evimiz tam əşyalı, tam mebel, dolu əşyalı satılır bu vəziyyətdə. Nə bilim, soyuducu, paltarina, mikrosoba, hamısı mövcud. Burada da bax, bu hissədə də oturub dincəlmək üçün belə yeri var. Burada belə bir uğlavoy divan, TV stand, televizoru, smart TV. Şunu yandırmadım. Ayaq yolusudur. Bura çamaşırxanadır. Paltar yuvanı. Bura birinci mərtəbədəki birinci yataq otaqdır. Bura sanuzeldir. Üzrü sayın, işıq yanmadı. Yandı, daha doğrusu söndü. Mərmər qranitdir. Baxaq ikinci mərtəbəyə bu. İkinci mərtəbədən də və yuxarıdan da terasımız var. Panorama dəniz. İkinci mərtəbəyə baxaq. Bir çək görsət, yataq otağı. Böyük belə panorama düzgülər, İtalyanski radiatordur. Buradan da balkonumuz var. Bu otağın bir sanuzeli var. İşıq yanmadığına görə çəkib göstərməyəcəm. 330 kvadrat metrdir. Bu ikinci yataq otağıdır. Buranın da özünün tamamla ayaq yolusu var. İkinci yataq otağımız var, terası da var. Balkonu çıxdım, panorama dəniz. Bu otağında sanuzeli var, hamamla var. Baxaq üçüncü mərtəbəyə. Yanı terasa yuxarı. Bu da sizə panorama. Dəniz. Dalanlardadır, dalanın girişindədir. Dalandan girdiniz 100 metr məsafədə. Zəngimizi gözləyirəm, sağ olun.